bir uşaq heç vaxt sabahki yeməyinin dərdini çəkmir. Görmürsünüz 3 yaşlı uşaq 2 yaşlı desin Allah, görəsən sabah nə yeyəcəm? Yox. Heç o barədə düşünmür, fikirləşmir. Niyə? Çünki ata-anasına etimad edir. Bilir də ata-anasına o qədər inanıb ki, heç ağlına gəlmir ki, otursun dərd çəksin. Deyir, bizim Allaha olan zehniyyətimiz bu uşağın ata-anasına olan zehniyyəti qədər olsaydı dərdimiz olmazdı. Bəs Allah var axı bizim başımızın üstündə. Niyə bu qədər nigaransan? Niyə? Nədən narahatsan? Nədir? Niyə görə özü bu vəziyyətə qoymursan? Vay nə olacaq? Vay sabah necə olacaq? Vay bütün ömrünün axırınacan istəyir zəmanət alsın indiyəcən ki, bütün o belə yaşamaq olmaz. Sənin başının üstündə Allah var. Allah da deyir, niyə mən unutdun? Niyə məni yaddan çıxartdın? Bizim problemlərimizin çoxu bilirsiniz nə üçündür? Baxışlarımızı düzəltmək üçündür. Baxışlarımızı düzəltmək üçündür. Allah bir şey istəyir ki, deyəsən Allahın əlindədir. Bunu demirsən,